Differensial təlim nədir? Differensial təlim eyni mühit daxilində müxtəlif intellektə malik şagirdlərin toplaşdığı bir məkanda heterogen siniflərdə daha çox tətbiq olunur. Yəni sinif daxilində sinifə ümumi yanaşma deyil də hər şagirdə fərdi şəkildə yanaşıb onların belə deyək də intellektlərinə uyğun öyrənmə təcrübələrindən istifadə edərək dərsin qurulması. Aha. Homogen yoxsa heterogen qruplardan istifadə edirik differensial təlimdə? Heterogen. Aha. Heterogen nədir, bəs homogen nədir? Homogen odur ki, sinif daxilində bütün şagirdlərin qavramaları, intellektləri, öyrənmə tərzləri eynidir. Amma digərində heterogenlər bu sadaladıqlarımız tamamilə fərqlidir bir-birlərindən. Ay, sağ ol. Bəs dedi ki, differensiallaşma zamanı şagirdlərdə hansı xüsusiyyətlər nəzərə alınırdı? Onların maraqları nəzərə alınmalıdır, həvəsləri nəzərə alınmalıdır. Bir də əsas öyrənmə tərzlərində bunlar diqqət mərkəzində olmalıdır. Aha, yəni marağı, hazırlıq səviyyəsi, bir də öyrənmə tərzləri nəzərə alınacaqdır. Aha. Bəs dedik ki, differensial təlimdə bir neçə komponent vardır. Dərsin bir neçə